dayanıb çevrildi. Hərəkət hissəsinə düşür, yolu keçməyə başlayır. O hərəkət hissəsinə birinci addımı atdığı andan mənim məsuliyyətim başlayır ki, mənim hərəkət üçün təhlükə yarandı. Və ekspertlər də bunu necə hesablayır? Götürürlər o piyadanın hərəkət tempin, qət etdiyi məsafəni və müəyyən edirlər ki, piyadaların hərəkət sürəti cədvəli var. Ona uyğun olaraq fərzləyib piyada səkidən düşdüyü andan vurulduğu andan 7 metrə məsafə qət edib. Tapırlar bu sürətlə neçə saniyə qət edib. Onda 2 saniyə görürsən, sən görməyi məhdudlaşdıran heç nə yoxdur. Bu yola girdiyi andan sənin üçün təhlükə var. 5 saniyədə də bu sadəliyin üzərindən də günahsız şəxs günahlı olur. Fərzlə yüyürəni yazılar ki, adi yerişlə gedir. Videoda görürsən də bu Qaça-qaça gedir. Qaça-qaça gedir. Ekspertiza təyin etmə qərarında adi yeriş yazılır.